Salam əziz şagirdlər. Bugün biz 6-cı sinif riyaziyyat dərsliyindən tərs mütənasib kəmiyyətlər mövzusuna baxaq. İlk öncə iki kəmiyyət götürək. X və Y kəmiyyətləri. Və bunlar üçün uyğun belə bir cədvəl çəkək. X ilə hər hansı bir işi yerinə yetirən fəhlələrin sayını, Y ilə isə işə sərf olunan zamanı işarə edək. Məsələn, tutaq ki, bir fəhlə işi görür 16 saata. Bir fəhlə işi görür 16 saata. İki eyni fəhlə həmən işi görər bu zaman deməli 8 saata. 4 eyni fəhlə həmən işi görər 4 saata, 8 fəhlə 2 saata, 16 fəhlə isə 1 saata həmən işi görə bilər. Və biz buradan görürük ki, işçilərin sayı neçə dəfə artırsa, işə sərf olunan zaman o qədər dəfə azalır. Və bu tipdə olan kəmiyyətlərə tərs mütənasib kəmiyyətlər deyirlər. Kəmiyyətlərdən biri neçə dəfə artarsa, digər kəmiyyət də o qədər dəfə azalarsa və ya kəmiyyətlərdən biri neçə dəfə azalarsa, digər kəmiyyət o qədər dəfə artarsa, belə kəmiyyətlər tərs mütənasib kəmiyyətlər adlanır. Məsələn, biz burada X və Y kəmiyyətlərinin hasilinə baxsaq, cədvəldə verilmiş nümunə əsasında, indi baxaq, 1-in 16-ya hasili bərabərdir 2-nin 8-ə hasili, bərabərdir 4-ün 4-ə hasili, bərabərdir 8-in 2-ə hasili və 16-nın 1-ə hasili. Və görürük ki, burada uyğun qiymətlərin hasilləri nədir? Bir-birinə bərabərdir. Və biz bu hasili 1K ədədi ilə işarə etsək, deməli, buradan belə bir fikrə gəlirik ki, əgər verilmiş iki kəmiyyət tərs mütənasib kəmiyyətlərdirsə, onların uyğun qiymətlərinin hasilləri bərabər olur, dəyişmir. Ona görə də belə deyirlər ki, hasili dəyişməyən kəmiyyətlərə, yəni hasili sabit qalan kəmiyyətlərə tərs mütənasib kəmiyyətlər deyilir. Və burada K-ya mütənasiblik əmsalı deyirlər. X vuraq Y bərabər K olarsa, buradan Y bərabərdir K bölü X şəklində yaza bilərik. Bax, bu düstura, bu asıllığa, Y-in X-dən asıllıq düsturuna tərs mütənasib asıllığı ifadə edən düstur deyilir. Deməli, buradan görürük ki, K mütənasiblik əmsalıdır. X sıfırdan fərqli hər hansı bir ədəd olmalıdır. Və görürük ki, X neçə dəfə artarsa, Y o qədər dəfə azalar. Və ya X neçə dəfə azalarsa, Y o qədər dəfə artar. Yəni, düsturun baxarkən düstura və biz bunun doğru olduğunu görürük. Məsələn, yol düsturuna aid olan düsturda, məsəl üçün, bilirik ki, yolun uzunluğunu tapmaq üçün nə etmək lazımdır? Sürəti zamana vurmaq lazımdır. Burada görürük ki, yolun uzunluğu sürət və zamanla düz mütənasibdir. Amma, məsələn, sürəti tapmaq istəsək, biz yolun uzunluğunu aydın məsələdir ki, zamana bölərik. Və buradan görürük ki, sürət yola sərf olunan zamanla tərs mütənasibdir. Tərs mütənasib. Yəni, sabit sürətlə hərəkət edən hər hansı bir, deyək ki, avtomobil az zamana, deməli, yola sürət çox olsa, az zamanda, sürət deməli, az olsa isə çox zamanda o yolu qət eləyə bilər. Ona görə də burada sürət və zaman bir-biri ilə necə kəmiyyətlərdir? Tərs mütənasib kəmiyyətlərdir. İndi bu mövzuya aid olan məsələlərə baxaq. Məsələn, məsələ 1-ə baxaq. Qatar iki məntəqə arasındakı məsafəni sabit sürətlə qət edir. Qatarın sürəti 2 dəfə çox, B variantı 3 dəfə az olarsa,
eyni məsafəni getməyə sərf olunan zaman necə dəyişər? Deməli, qatar iki məntəqə arasındakı məsafəni sabit sürətlə hərəkət edirsə, biraz əvvəl söylədiyimiz, bax bu düstur əsasındadır. Məsafəni sabit sürətlə qət edər. Qatarın sürəti 2 dəfə çoxalsa, yola sərf olunan zaman aydın məsələdir ki, 2 dəfə azalar. Yazırıq ki, A variantında zaman 2 dəfə azalar. B variantına baxsaq, 3 dəfə, deməli, qatarın sürəti 3 dəfə azalarsa, eyni məsafəni getməyə sərf olunan zaman 3 dəfə artmış olar. Zaman 3 dəfə artar. Bunu nümunə üzərində də göstərmək olar. Məsələn, tutaq ki, yolun uzunluğu məsələn 600 kilometrdir. Və bunu məsələn tutalım ki, hansı sürətlə? Tutaq ki, 120. Avtomobil 120 km/saat sürətlə qət edir. Əgər 120 km/saat sürətlə qət eləsə, 600-ü bölürük 120-yə, bu yolu 5 saata qət eləyər. İndi biz sürəti 2 dəfə azaldaq. Məsələn, 120-ni 2 dəfə azaldaq. Olsun 60 km/saat. İndi 600-ü bölək 60-a. Eləyər 10 saat. Deməli, buradan görürük ki, sürət 2 dəfə azalarsa, yola sərf olunan zaman 2 dəfə artmış olar. Yəni, buradan doğrudan da görünür ki, sürətlə zaman tərs mütənasib kəmiyyətlərdir. Ona görə də məsələnin A variantında sürət 2 dəfə artdığına görə yola sərf olunan zaman 2 dəfə azalar. Sürət 3 dəfə azaldıqda isə yola sərf olunan zaman deməli 3 dəfə artmış olar. Baxaq məsələ 2-yə. Cədvəldə sahəsi 24 vahid kvadrat olan düzbucaqlının tərəflərindən biri verilib. Cədvəli tamamlamalıyıq. Birinci sual, ikinci sualda isə deməli eni 2 dəfə artarsa və ya 3 dəfə artarsa uzunluq necə dəyişər? Bu suala cavab verməliyik. Bunun üçün ilk öncə cədvəli çəkək və onu tamamlayaq. Deməli, burada eni, yuxarı sırada eni işarə eləyək. B ilə. İkinci sırada isə uzunluğu işarə edək A ilə. Cədvəl hissələrə bölək. Deməli, N1-dir. İkinci sırada deməli uzunluğu verib. 3, N3, N4 olduqda, uzunluq 4, 2 olduqda, N24 olduqda bunlara uyğun xanaları biz doldurmalıyıq. Deməli, düzbucaqlının sahəsi 24 kvadrat vahiddir. 24 kvadrat vahid. Əgər düzbucaqlının eni 1-dirsə, o zaman onun uzunluğu 24 olar. Çünki biz bilirik ki, düzbucaqlının sahəsini tapmaq üçün onun enini uzunluğuna vurmaq lazımdır. Əgər eni 1-dirsə, o zaman deməli uzunluq 24-dür. Əgər uzunluq 12-dirsə, yəni bizdə burada sahə 24 olduğuna görə biz uzunluğu 24 götürdük ki, biri 24-də vuranda sahə 24 olsun. Əgər uzunluq 12-dirsə, deməli eni 2-dir. Yəni 2, 12, 24. Eni 3 olarsa uzunluq 8 olmalıdır. Eni 4 olursa uzunluq 6 olmalıdır ki, sahə 24 olsun. Uzunluğu 4-dürsə eni 6 olmalıdır.
uzunluq 2-dirsə eni 12 olmalıdır və eni 24-dürsə uzunluğu 1 olmalıdır. Yəni bu şəkildə biz cədvəldəki boş xanaları doldurduq. Bu olsun məsələnin birinci sualının cavabı. İndi baxaq ikinci suala. Düzbucaqlının eni 2 dəfə artarsa uzunluq necə dəyişər? Cədvəldən görürük ki, en 2 dəfə artarsa uzunluq da 2 dəfə azalar. Deməli, A variantda yazırıq ki, 2 dəfə azalar. Çünki deməli, ilk öncə uzunluq neçə idi? 24. Eni 1. En 2 dəfə artdı, oldu 2. O zaman uzunluq oldu 12. Yəni, görürük ki, deməli, 1-i 2-yə vuranda 2 eləyirsə, 24-ü də 2-yə böləndə 12 edər. Yəni, en 2 dəfə artdısa, uzunluq 2 dəfə azaldı. En 3 dəfə artarsa 3 olar. O zaman uzunluq 8 olduğuna görə görürük ki, uzunluq da 3 dəfə azalar. Deməli, B variantda da 3 dəfə azalar. Baxaq üçüncü məsələyə. Cədvəldə verilmiş x və y dəyişənlərinin tərs mütənasib olub-olmamadığını yoxlayın. Deməli, biz biraz əvvəl söylədik ki, əgər kəmiyyətlər tərs mütənasib kəmiyyətlərdirsə, onların hasili sabit qalmalıdır. Yəni, dəyişməməlidir. Ona görə də cədvəldə uyğun xanalardakı qiymətlərin hasillərinə baxırıq və xanalardakı deməli, ədədlərin hasilləri dəyişmirsə, hər birində hasil eyni, sabit qalırsa, deməli, o cədvəl tərs mütənasiblik cədvəlidir. İndi A variantına baxsaq, görürük ki, orada x və y-lərin hasilinə baxsaq, bərabər olar 1 vur 60, o da bərabərdir 2 vur 30. 2 vur 30, 60 edər. 3 vur 20, 60 edər. Və 6 vur 10, 60 edər. Yəni, baxırıq ki, uyğun kəmiyyətlərin hasilləri sabit qalır. Dəyişmir. Ona görə də, deməli, birinci cədvəldəki verilmiş kəmiyyətlər tərs mütənasib kəmiyyətlərdir. Yəni, onların hasili dəyişmədi. Baxırıq B variantına. X və Y-in hasilinə baxaq. Deməli, 2-ni 8-ə vurduqda 16, 3-ü 12-yə vurduqda isə 36. Burada artıq ikinci xanadan başlayaraq hasildə fərqlilik oldu. Yəni ki, 4, 10, 16, 64 və s. Yəni, burada uyğun kəmiyyətlərin hasilləri fərqli qiymətlər alır. Ona görə də B variantındakı cədvəl tərs mütənasibliyə aid olan cədvəl deyildir. Deməli, A variantı tərs mütənasiblik cədvəlidir. Kəmiyyətlər, yəni tərs mütənasibdir. B variantında isə kəmiyyətlər tərs mütənasib deyil. Baxaq C-dəki cədvələ. X və Y-in hasilinə baxsaq, 3-ü 12-yə vursaq 36, 4-ü 9-a vursaq 36, 9-u 4-ə vursaq 36 və 18-i 2-yə vursaq 36. Burada görürük ki, kəmiyyətlərin hasilləri sabit qalır və dəyişmir. Hər birinin hasili 36-dır. Ona görə də deməli, bu cədvəl də tərs mütənasibliyə aid olan cədvəldir. Yəni, kəmiyyətlər, uyğun kəmiyyətlər tərs mütənasib kəmiyyətlərdir. Baxaq dördüncü məsələyə. Cədvəldə müəyyən məbləğdə alınan malın miqdarı və bir vahidinin qiyməti verilib. Cədvəli tamamlayın. İlk öncə cədvəli çəkək.
Cədvəli xanalara ayıraq. Deməli, birinci sırada qiymətdir manatla. İkinci sırada isə saydı ədədlə. İndi baxırıq burada uşaqlar. Deməli, x1 olanda y-i tapmalıyıq, y8 olanda x-i və s. Amma görürük ki, 3-cü xanada həm x, həm də y təyin olunmuşdur. Deməli, biz bunların vasitəsilə mütənasiblik əmsalını tapa bilərik. Yəni, k-nı tapa bilərik. Yəni, x vuraq, bilirik ki, k nədir? X vur y-dir və 3-ü 12-yə vursaq, 36 almış olarıq. Deməli, tərs mütənasiblik funksiyası üçün asıllıq burada nə şəkildədir? 36 bölünsün x şəklindədir. İndi baxaq. Deməli, x1 olsa, 36-nı 1-ə bölsək, y olar 36. 36-nı nəyə bölsək 8 alarıq? Alarıq 4,5. Deməli, 36-nı 4-ə bölsək 9. Deməli, biz cədvəli tamamladıq. İndi isə B cədvəlini tamamlayaq. Deməli, birinci sırada yenə də x manatladır. Y isə kiloqramdır. Xanalardakı qiymətləri yazaq. Və deməli, burada biz k mütənasiblik əmsalını tapsaq, 6-nı 8-ə vurmaq lazımdır. Olar 48. Deməli, tərs mütənasiblik üçün təyin olunmuş düstur belədir. 48 bölünsün x. İndi biz görürük ki, deməli, biz boş xanalara elə ədədləri yazmalıyıq ki, hasil 48 olmalıdır. Deməli, bu zaman burada 12, bu sırada 6, burada isə 12 yazmaq lazımdır. Ki, yəni kəmiyyətlərin hasilləri, uyğun qiymətlərin hasilləri 48 olmuş olsun. Baxaq 5-ci məsələyə. Tənasüb qurub həll etməklə suallara cavab verin. A variantına baxaq. Alıcı 1 kiloqramının qiyməti 2 manat olan pomidordan 3 kiloqram ala bilər. O, eyni pulla 1 kiloqramının qiyməti 1,5 manat olan nə qədər pomidor ala bilər? Deməli, 2 manatdan ala bilər 3 kiloqram. Bəs 1 kiloqramının qiyməti 1,5 manata olsa nə qədər? 1,5 manatdan da ala bilər, tutaq ki, x kiloqram. Və biz burada görürük ki, bu tərs mütənasiblikdir. Tərs mütənasib olursa, deməli, biz
tənliyi nə cür qura bilərik? 2-nin 1,5-ə bərabərdir x-in 3-ə. Və buradan tənasüb kimi həll etsək, çarpaz vursaq, 1,5x bərabərdir 2 vur 3. Buradan da x bərabərdir 6 bölünsün 1,5. X bərabərdir 4 kiloqram. Yəni 1,5 manatda 4 kiloqram pomidor ala bilər. Baxaq B variantına. Yem ehtiyatı 60 inəyə 30 günə çatar. 60 inək üçün olar yemin çatması 30 gün. Bu yem ehtiyatı 90 inəyə neçə günə çatar? 90 inək üçün olsun x gün. Buradan da görürük ki, bu da tərs mütənasiblik. Çünki inəklərin sayı artdıqda yem ehtiyatı daha tez tükənər. Ona görə də bu da tərs mütənasiblikdir. Və burada tənasib qursaq 60-ın 90-a bərabər olar x-in 30-a. Və buradan çarpaz vursaq 90 vur x bərabərdir 60 vuraq 30. Və x bərabərdir. Deməli, bunu bölsək 30-a 3, 20 olmuş olar. Deməli, 90 inək üçün yem ehtiyatı 20 günə çatar. C variantına baxaq. Boş hovuz 2 eyni nasosla 6 saata dolur. Bu hovuz 3 belə nasosla neçə saata dolar? 2 nasosla 6 saata dolarsa 3 belə nasosla neçə saata dolar? Tutaq ki, 2 saata dolar. Bu da tərs mütənasiblikdir. Çünki nasosların sayı artdıqda hovuz daha tez dolmağa başlayar. Tənasibi qursaq 2-nin 3-ə nisbəti bərabərdir x-in 6-ya nisbəti. Və buradan da x-i tapsaq 4 olmuş olar. Baxaq 6 nömrəli məsələyə. Müəyyən yükü daşımaq üçün hərəsi 6 ton yük götürən 12 maşın lazımdır. Deməli, hər biri 6 tondan olan 12 maşın lazımdırsa, bu yükü hərəsi 9 ton yük götürən 8 maşınla daşımaq olarmı? Bu şəkildə yazaq. Və əgər bunlar deməli mümkündürsə, bunların hasilləri bərabər olmalıdır da. Yəni 6-nı 12-yə vuranda bərabər olmalıdır 9 vuraq 8-ə. Buradan da görürük ki, doğrudan da 6 ilə 12-nin hasili bərabərdir 9 ilə 8-in hasilinə. Yəni burada tərs mütənasiblik ödənir. Deməli, bu yükü hərəsi 9 ton yük götürən 8 maşınla daşımaq olar. Belə yazmaq olar. Baxaq 7 nömrəli məsələyə. Müəyyən sayda detal 6 eyni dəzgahda 4 saata hazırlanır. Deməli, 6 dəzgahda 4 saata. 3 dəzgahda həmin sayda detalı neçə saata hazırlamaq olar? 3 dəzgahda olsun x saat. Yenə tənasüb qursaq. Və burada baxsaq, deməli 3 vur x bərabərdir 6 vur 4. Buradan da x bərabərdir x bərabərdir 8 saat.
Baxaq B variantına. Yenə 6 detalı 4 saata hazırlayarsa, eyni sayda detalı 2 saata hazırlamaq üçün neçə dəzgah lazımdır? Tutaq ki, x dəzgah lazımdır. Və bunun hazırlanmasına 2 saat vaxt sərf olunmuşdur. O zaman yazırıq ki, tərs mütənasib kəmiyyətlər olduğuna görə x vur 2 bərabər 6 vur 4 və x bərabərdir. 6 vur 4 24 edər. 24 2-yə bölsək 12. Deməli 12 detal hazırlamaq olar. Daha doğrusu dəzgah, detal yox, dəzgah. 12 dəzgah lazımdır. Baxaq 8 nömrəli məsələyə. A variantına baxaq. X bərabər 4 olduqda, Y bərabər 2 olduqda, deməli verilmiş X və Y tərs mütənasib kəmiyyətləri üçün biz Y-in X-dan asılılıq düsturunu yazmalıyıq. Bunun üçün deməli bizə K lazımdır. Biz də bilirik ki, K-nı tapmaq üçün X-i Y-ə vurmaq lazımdır. Və buradan 4-ü 2-yə vursaq 8 edər. Deməli, Y bərabərdir 8 bölünsün X. B variantına baxaq. X bərabər 3 olduqda, Y bərabər 4 olduqda, K bərabərdir 3 vuraq 4 bərabərdir 12. Deməli, Y bərabərdir 12 bölünsün X. C-yə baxaq. X bərabər 6 olduqda, Y bərabər 3 olduqda, K bərabərdir 6 vur 3, 18. Deməli, Y bərabərdir 18 bölünsün X. Baxaq 9 nömrəli məsələyə. Fermada gün ərzində sağılan süd hər birinin tutumu 40 litr olan 50 bidona töküldü. Gün ərzində sağılan süd tutumu 2 dəfə kiçik olan bidonlara yığılarsa, bidonların sayı necə dəyişər? Aydın məsələdir ki, əgər bidonların tutumu 2 dəfə kiçilərsə, bu zaman bidonların sayı da 2 dəfə artar. Məsələn, baxaq. Tutaq ki, orada verilib ki, 40 litrə, hər biri 40 litr olan 50 bidon lazımdır. Sayı, məsələn, tutumu biz 2 dəfə azaltsaq neçə olar? 40-ı 2-yə bölsək 20 litr olar. 20 litr olsa X bidon olsun. Bu da tərs mütənasiblik olduğuna görə 20 vur X bərabərdir 40 vur 50. Buradan da X bərabərdir 100 bidon. Və biz görürük ki, doğrudan da bidonun tutumunu 2 dəfə azaltsaq, bidonun sayı 2 dəfə artmış olar. Yəni A variantda 2 dəfə artar. Cavab olaraq 2 dəfə artar yazmaq lazımdır. Baxaq B variantına. Mütənasiblik əmsalını tapın və mənasını izah edin. Mütənasiblik əmsalını tapmaq üçün bilirik ki, K-nı tapmaq üçün X, Y-ə vurmaq lazımdır. Yəni biz mütənasiblik əmsalını tapmaq üçün 40-50-yə vurmalıyıq. 40-ı 50-yə vursaq
2000 edər. K. Deməli, mütənasiblik əmsalı 2000-dir. D. C variantına baxaq. Mən burada variantları qarışdırmışam. Bu C variantdır. Bu C variantdır. B variantda isə soruşur ki, bidonların tutumu ilə onların sayı düz yoxsa tərs mütənasibdir. Aydın məsələdir ki, tərs mütənasibdir. Tərs mütənasib. D variantına baxaq. Bidonların sayının n, onların tutumunun m olarsa, asıllıq düsturunu yazmalıyıq. Deməli, bidonların sayı aydın məsələdir ki, n-dirsə, onların tutumu m-dirsə, biz bunu 2000 bölünsün m şəklində yaza bilərik. Y variantına baxaq. M 20 olduqda, 25 olduqda, 50 olduqda n-i tapaq. Bunun üçün m-in qiymətlərini verilmiş bu düsturda, D variantındakı yazdığımız düsturda yerinə yazmaq lazımdır. N bərabərdir 2000 bölünsün 20. O da bərabərdir 100. Sonra M 25 olarsa M bərabər olar 2000 bölünsün 25 80. M 50 olarsa M bərabərdir 2000 bölünsün 50. O da 40 edər. Baxaq 10-cu məsələyə. Hansı kəmiyyətlər düz, hansılar tərs mütənasibdir? A variantına baxaq. Müəyyən sayda karandaşın ümumi məbləği ilə bir karandaşın qiyməti. Bunlar düz mütənasibdir. Çünki karandaşın sayı artdıqca ona ödənilən pulun məbləği də artar. Yəni, burada düz mütənasiblikdir. B variantına baxaq. Sahəsi sabit qalmaqla düzbucaqlının eni ilə uzunluğu. Sahə sabit qalarsa, deməli, eni artırırıqsa uzunluq azalmalıdır. Uzunluğu artırırıqsa en artmalıdır. Burada tərs mütənasiblik. C variantına baxaq. Eyni məsafəni qət etmək üçün avtomobilin sürəti ilə tələb olunan zaman. Bu da tərs mütənasibdir. Çünki məsafə eyni qalırsa, sürəti artıran zaman tələb olunan vaxtdan daha tez gedib çatar. Deməli, sürət neçə dəfə artarsa, zaman da o qədər dəfə azalar və ya əksinə. Yəni, bu kəmiyyətlər də tərs mütənasibdir. Baxaq D variantına. Düzbucaqlının eni sabit qalmaqla sahəsi və onun uzunluğu. En sabit qalarsa, uzunluq artdıqca sahə də artar. Bu düz mütənasiblikdir. İndi isə baxaq uşaqlar, tərs mütənasib deməli aslılığın qrafikinə. Biz dedik ki, tərs mütənasibliyin düsturu y bərabər k böl x şəklindədir. Bu şəkildədir. Burada k-nın 2 halında baxılır. Əgər k müsbətdirsə, o zaman
Deməli, bu funksiyanın qrafiki hiperbola adlanır. Əyrinin adı hiperboladır. K müsbət olarsa, qrafiklər birinci və üçüncü rüblərdə yerləşər bu şəkildə. Əgər K mənfidirsə, bu əyrilər ikinci və dördüncü rüblərdə yerləşmiş olar. Belə. Və biz buradan baxanda görürük ki, indi bizdə mənfi hala ehtiyac yoxdur. Hələ ki 6-cı sinif şagirdlərisiz. Ona görə K-nın müsbət qiymətləri üçün baxırıq. Və əsasən birinci rübdə olan koordinatlar üçün deməli biz məsələlərə baxarıq. İndi baxaq 11-ci məsələyə. Şəkildə sahəsi sabit olan düzbucaqlının tərəflərinin bir-birindən asılıq qrafiki verilib. Kəmiyyətlərin tərs mütənasib olduqlarını nəzərə alaraq qrafikə əsasən mütənasiblik əmsalını tapın və bu asıllığın düsturunu yazın. Deməli, biz görürük ki, düstur bilirik ki, K bölü X şəklindədir və K-nı tapmaq üçün X-i Y-ə vurmaq lazımdır. Və biz görürük ki, bu funksiyanın qrafiki üzərində 2,1 nöqtəsi qeyd olunmuşdur. 2,1 nöqtəsi nə deməkdir? Yəni, bu nöqtənin apsisi, yəni X-i 2, Y-i isə 1-dir. Deməli, biz K-nı tapmaq üçün 2-ni 1-ə vurmalıyıq. O da bərabər 2 olar. Deməli, mütənasiblik əmsalı nə oldu? 2 oldu. O zaman Y nə olmuş olar? Y olar 2 bölünsün X. İndi biz bunu nümunə üçün dedik. İndi baxaq A variantına. A variantda görürük ki, grafikin üzərində 4,1 nöqtəsi qeyd olunmuşdur. Bunun üçün biz K-nı tapsaq, 4-ü 1-ə vurarıq və bərabər 4 olmuş olar. Deməli, mütənasiblik əmsalı 4 oldu. Tərs mütənasib asıllığın düsturu isə Y bərabər 4 bölünsün X olar. Baxaq B variantına. Deməli, qrafik üzərində 3,2 nöqtəsi göstərilmişdir. O zaman K bərabərdir 3 vur 2, o da bərabərdir 6. Deməli, Y bərabərdir 6 bölünsün X. C variantına baxaq. Əyri üzərində 1,2 nöqtəsi götürülmüşdür. K bərabərdir 1 vur 2. K oldu 2. O zaman Y bərabərdir 2 bölünsün X olar. Baxaq 12-ci məsələyə. Tərs mütənasib asıllığın qrafiki 4,3 nöqtəsindən keçir. Verilmiş nöqtə bu qrafikin üzərində yerləşərsə, boş xanaya uyğun olan koordinatı tapın. İlk öncə biz K-nı tapmalıyıq, yəni mütənasiblik əmsalını tapmalıyıq. Bunun üçün 4-ü 3-ə vururuq və olur 12. Deməli, tərs mütənasib asıllığı düstur şəklində yazsaq, Y bərabər 12 böl X olar. İndi biz bu düsturdan istifadə edərək nöqtələrin koordinatlarını yazaq. Əgər X 3 olarsa, 12-ni 3-ə böləndə nə edər? 4. Əgər Y 6-dırsa, deməli 6-nı nəyə vursaq 12 edər? 2-yə. C-də X 6-dırsa, 6-nı deməli 2-yə vursaq 12 edər. Yəni ikinci koordinat nöqtənin ordinatı 2-dir. D-yə baxaq. Əgər ordinat 1-dirsə, deməli X 12-dir.
Bu qədər sadə. Baxaq 13 nömrəli məsələyə. Şəkildə sahəsi sabit olan düzbucaqlının tərəfləri arasındakı asıllıq verilmişdir. Tərəflər də uyğun olaraq x və y ilə işarə olunmuşdur. Mütənasiblik əmsalını tapın mənasını izah edin. Mütənasiblik əmsalını tapmaq üçün deməli nöqtənin üzərində 8 əyrinin üzərində 8 və 6 nöqtəsi göstərilmişdir. Deməli buradan biz k-nı tapmaq üçün mütənasiblik əmsalını 8 6-ya vurmalıyıq. 48. Deməli B variantda isə deyir ki, y-in x-dan asıllığını düsturla verin. Y-in x-dan asıllığı da bu zaman 48 bölünsün x olar. C-də isə qrafik üzərində qeyd olunmuş nöqtələrin koordinatları nəyi göstərir? İzah edin. Deməli, qrafik üzərində götürülmüş nöqtələrin koordinatları düzbucaqlının enini və uzunluğunu ifadə edir. Məsələn, eni 8-dirsə, uzunluğu 6-dır. Eni məsələn 4-dürsə, uzunluğu 12-dir və s. Yəni ki, nöqtənin koordinatları onun enini və uzunluğunu ifadə edir. Yazaq bunu qısa şəkildə burada ki, düzbucaqlının en və uzunluğunu ifadə edir. Baxaq D variantına. Deməli, A və B nöqtələri bu qrafik üzərində yerləşirsə, boş xanalara uyğun koordinatları necə müəyyən etmək olar? A variantında deməli x 3-dürsə, biz də bilirik ki, asıllıq nə şəklində oldu? Y bərabər 48 bölü x şəklində oldu. Əgər x 3-dürsə, 48 3-ə bölsək 16. Yəni, nöqtənin ordinatı 16-dır. B-nin koordinatını yazsaq. Deməli, y verilmişdir 24. O zaman x olar 2. Baxaq 14 nömrəli məsələyə. Əkin sahəsini şumlamaq üçün eyni traktordan nə qədər çox olarsa, bu işə bir o qədər az vaxt sərf olunar. Qrafikdə sahənin şumlanmasına sərf olunan vaxtın traktorların sayından asılılığı təsvir edilmişdir. Aydındır ki, burada da tərs mütənasiblikdir. Çünki traktorun sayı neçə dəfə artsa, yəni işin görülməsinə sərf olunan vaxt da o qədər dəfə azalar. Bu qrafikdən də görsənir. İndi A bəndinə baxaq. Qeyd olunmuş nöqtələrə uyğun məlumatı cədvəldə təqdim edin. Onun üçün cədvəl çəkək. Deməli, 3 nöqtə olduğuna görə da 3 xana ayıraq. Deməli, x ilə traktorların sayını işarə edək. Y ilə deməli, vaxtı, zamanı işarə edək. Yəni, saat yazaq burada. Deməli, 2 traktor üçün 8 saat sərf olunur. 2 traktor yəni işi 8 saata görə bilər. 4 traktor işi 4 saata görə bilər. 8 traktor isə işi 2 saata görə bilər. Baxaq B variantına. Sahəni 8 saata şumlamaq üçün neçə traktor lazımdır? Cədvəldən baxsaq görürük ki, sahəni 8 saata şumlamaq üçün
2 traktor kifayət edər. Biz buradan istəsək, deməli, mütənasiblik əmsalını və düsturu yaza bilərik. Burada k nəyə bərabərdir? 2 vur 8 bərabərdir 16. Mütənasiblik əmsalı 16-dır. Onda y-in x-dan asılılığı y bərabər 16 bölü x şəklində olar. Və B variantı üçün e, 8 sadə şumlamaq üçün 2 traktor lazım olar. Baxaq C variantına. Uyğun tərs mütənasib asıllığını düsturla yazın. Artıq biz A variantı yazarkən cədvəlin aşağı hissəsində onu göstərdik. Tərs mütənasiblik asıllığın düsturu 16 bölü x-dir. Baxaq D variantına. 16 traktor bu sahəni neçə saata şumlayar? Deməli, 16 traktorun bu sahəni neçə saata şumlamasını tapmaq üçün biz 16-nı 16-ya bölürük. O da bərabər 1 edər. Yəni 1 saata. 16 traktor sahəni 1 saata şumlayar. Bugünkü dərsimiz bu qədər uşaqlar. Dərsimizə baxıb bəyənməyi unutmayın. Və abunə olun ki, hər dəfə yüklədiyimiz dərslərdə sizə çatmış olsun. Sağ olun, hələlik, gələn dərslərimizə qədər.